Azərbaycanın xalq artisti Faiq Ağayev canlı efirdə aparıcı Zümrüd Bədəlovaya kəskin iradını bildirib. Doğru Xəbər maqazin xəbər verir ki, sənətkar gün ortası verilişində qonaq olub. Bu zaman verilişə canlı qoşulan pərəstişkarın ünvanladığı sual Faiq Ağayev tərəfindən xoş qarşılanmayıb. Buna səbəb sənətkara evliliklə bağlı verilən sual olub. Ananızın bu qədər təkidlərinə baxmayaraq cəmi 4 il evli qalmısınız. Niyə? Daha sonra Ağayev sualı cavablandırıb, lakin aparıcının bu mövzuları efirdə müzakirə etməsini qınayıb. Mən Azərbaycan Teleradio və Yayım şirkətinin bədii şurasının üzvü olaraq sənə irad bildirirəm və sənin simanda bütün həmkarlarına da, audiovizual şura da bildirib ki, efirdə ailə məişət məsələləri çox müzakirə olunmasın. Tərəfdarı deyiləm. Bu kimi mövzular efirdə yox, mətbəxdə danışılmalıdır. Bugünlük səni bağışlayıram. Səndən 1 illik fasilə götürürəm. 1 il mənə zəng etmirsən. O müddət keçdikdən sonra isə inşallah kinim soyuyar, bəlkə onda səni bağışlayaram deyə Faiq bildirib. Sənətkarın tənqidi isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.